Adala Society-nin müsahibələr seriyasına xoş gəlmisiniz. Mən Abbasova Bənövşə, Adala Society-nin müsahibəçisi. Bugünkü qonağımız isə Ada Universiteti Hüquq Fakültəsinin hüquq üzrə fəlsəfə doktoru, dosenti və eyni zamanda Azərbaycan Respublikasında tanınmış ekspert professor Kəmalə xanım Nəzərovadır. Təklifimizi qəbul etdiyiniz çox təşəkkür edirik. Buyurun. Biz sizə təşəkkür edirik. Çox sağ olun, təşəkkür edirəm. Əla, onda elə isə ilk sualımızdan başlayaq. Siz niyə hüquqşünaslıq ixtisasını seçib məhz hüquqşünas olmaq istəmisiniz? Bilirsiniz necə, hüquqşünaslıq ixtisası, bəli, son dərəcədə maraqlı və eyni zamanda mürəkkəb olan, məsuliyyət tələb edən, şərəfli bir peşədir. Niyə məhz mən hüquqşünaslıq ixtisasını seçdim və hüquqşünas olmaq istədim? Düşünürəm ki, hüquqşünas hər zaman ədalətli, hər zaman obyektiv, qərəzsiz, hər zaman vicdanlı, hər zaman belə deyək də qətiyyətli, prinsipial, hardasa cəsarətli, qorxmaz və digər bu kimi keyfiyyətlərə malik olmalıdır. Mən də düşündüm ki, məndə o keyfiyyətlər hardasa var və düşündüm ki, mən hüquqşünaslıq ixtisasını seçib və hüquqşünas olacağam mütləq. Bəli, çox gözəl cavab idi. Çox təşəkkür edirik. Onda elə isə ikinci sualımızı ünvanlayaq. Bəli. Cinayət hüququ sahəsində uzun illərdir işləyirsiniz. Bu sahəni seçmənizdə sizi motivasiya edən əsas motivlər nələr olub? Yaxşı ki, cinayət hüququ sahəsini seçmişəm dediyiniz bir məqam və ya məqamlar olubmu sizin üçün? Aha. Mən belə cavablandırardım bu sualı. Demək istəyərdim ki, Azərbaycan dövlətinin tarixində müstəsna rolu olan Ümumilli lider Heydər Əliyev hər zaman deyirdi ki, dövlət yalnız iki halda sarsıla bilər. Günahkar cəzasız qalanda, günahsıza isə cəza təyin ediləndə. Heydər Əliyev həm şəxsi həyatında, həm də siyasi fəaliyyətində demək olar ki, hər zaman ədaləti hər şeydən üstün tuturdu. Mənim də əsas motivasiyam məhz ədalətlə bağlı olub. Hər zaman demişəm ki, ədalətli olmaq lazımdır və ədaləti bütün cəmiyyətdə axtarmışam və olmayanda düşünmüşəm ki, bütün cəmiyyət üzvlərinə bax bu ədalətli müddəalarını mütləq aşılamalıyam. Bu mənim bir missiyam olubdur, belə deyərdim. Və düşünürəm ki, cəmiyyətimizin ümumiyyətlə hər bir sahəsində ədalət olmalıdır. Çünki hər bir dövlətin, hər bir cəmiyyətin sistemli şəkildə inkişafı və təkmilləşdirilməsi məhz ədalətlilik prinsipinin müddəalarına riayət edilməklə öz əksini tapa bilər. Çünki dövlətin, cəmiyyətin, bəli, düzgün istiqamətləndirilməsi məhz elə belə düşünürəm ki, ədalətlə bağlı olmalıdır. Bəli, çox düzgün qeyd edirsiniz. Mən də şəxsən bir gənc hüquqşünas olaraq ədalətin təmin edildiyini hər dəfə gördükdə bu məni daha da həvəsləndirir bu ixtisasda davam etməyə. Elə isə sizə indi üçüncü sualımızı ünvanlayırıq. Siz 1995-ci ildən bəri bu sahə ilə məşğulsunuz. Həm Bakı Dövlət Universitetində, həm Sabah qruplarında, həm Gömrük Akademiyasında, həm də Ada Universitetində dərslər keçərək bir sıra tələbələrə bu sahədə biliklər qazandırmısınız. Bəs hal-hazırda bu tələbələrdən sizin yolunuzu davam etdirən varmı? Onlarla əlaqə saxlayırsınızmı? Onlar sizə praktikada yaşadığı çətinliklərdən danışıb, bir mütəxəssis kimi sizdən tövsiyələr alırlarmı? Bəli, mən artıq 30 ildir ki, məhz elə elmi pedaqoji fəaliyyətlə məşğul oluram. Cinayət hüququ fənnini tədris edirəm. Demək olar ki, 1995-ci ildən düzgün dediniz, 2025-ci ilə qədər. Düzdür, hal-hazırda mən Ada Universitetinin hüquq fakültəsinin hüquq üzrə fəlsəfə doktoru, dosent vəzifəsində çalışıram və bəli, cinayət hüququ fənnini tədris edirəm. Həm cinayət hüququ 1 ümumi isə, həm cinayət hüququ 2 xüsusi isə fənlərini. Təbii ki, çox sayda tələbələrim olub bu illər ərzində, hansılar ki, artıq hüquq mühafizə orqanlarında, dövlət orqanlarında, digər qurumlarda çox uğurla fəaliyyət göstərirlər. Onlardan deyim ki, sizə tədqiqatçılar, müstəntiqlər, prokurorlar, hakimlər, vəkillər, elmi pedaqoji fəaliyyətlə məşğul olan elmi işçilər var, müəllimlər var. Təbii ki, bu çox qürurverici bir faktdır və mən hər zaman deyirəm ki, çox xoşbəxtəm ki, mənim tələbələrim peşəkar hüquqşünas mütəxəssis kimi formalaşıblar və bu formalaşmada mənim də hardasa payım vardır. Tələbələrim, bəli, mənə müraciət edirlər, müəyyən məsləhətlər alırlar. Bilirsiniz ki, bizim sahəmiz törədilmiş obyektiv real həyatda, real gerçəklikdə hər hansı bir cinayət hadisəsinə verilən tövsiflə bağlıdır, cinayət hüququnun qiymətləndirməsi ilə bağlıdır və tələbələr mənə müraciət edərkən mən təbii ki, onlara öz məsləhətlərimi verirəm bu sahədə və bu da çox uğurlu belə bir tandem kimi qiymətləndirilir.
Bəli, illər keçsə də onlarla hələ də əlaqənizi saxlamanız çox müsbət bir Çünki haldır. bilirsiniz, müstəntiqlər var, tədqiqatçılar var. Məsələn, Kəmalə xanım, bu məsələdə siz bizə mühazirələrdə başa salmışdınız. Bu tövsif belə olmalıdır. Amma biz məsələn Ali Məhkəməmizin plenum qərarlarında və ya Konstitusiya Məhkəməsinin plenum qərarlarında belə bir mövqeyə rastlaşdıq. Siz bunu necə bir qiymət verə bilərsiniz? Təbii ki, bu müzakirələr çox əhəmiyyətlidir düşünürəm. Bəli. Çox sağ olun ətraflı cavabınız üçün. Çox sağ olun. İndi isə sizə növbəti sualımızı ünvanlayırıq. Ədalət mühakiməsi ifadəsinə necə izah, şərh verə bilərsiniz? Bu sizin üçün nə deməkdir? Demək, bəli, düzgün deyirsiniz ki, biz hər zaman ədalət mühakiməsi ifadəsindən istifadə edirik. Ədalət mühakiməsi nə deməkdir? İlk öncə Azərbaycan Respublikası Konstitusiyamızın əsas qanunumuzun 125-ci maddəsinə istinad etmək istəyirəm. Orada belə bir qanuni müddəa öz əksini tapmışdır ki, Azərbaycan Respublikasında məhkəmə hakimiyyəti yalnız və yalnız ədalət mühakiməsi yolu ilə məhkəmələr tərəfindən həyata keçirilir. Və mən də düşünürəm ki, məhz ədalət mühakiməsi dedikdə ilk öncə məhkəmə sistemi yadımıza düşür. Məhz məhkəmə sistemində, bəli, düşünürəm ki, ədalətlik müddəalarına mütləq riayət olunmalıdır. Çünki bir mənalı olaraq insanların taleyinə təsir göstərən bir faktordur. Və mən belə deyərdim ki, məhkəmələr hər zaman məhz cinayət işlərinə tam, dolğun, hərtərəfli, obyektiv, qərəzsiz baxaraq bir növ qanunun aliliyi müddəalarına riayət etməlidirlər, onları rəhbər tutmalıdırlar və fərqi yoxdur. Burada ədalət mühakiməsi deyəndə məhz məhkəmələrin qərarı bu ittiham hökmü də çıxarıla bilər, bəraət hökmü də çıxarıla bilər, amma ədalətli olan hökmlər çıxarılmalıdır ki, bu da sonda düşünürəm insan və vətəndaşın hüquq və azadlıqlarının yüksək səviyyədə müdafiəsini təmin edər. Çox təşəkkür edirik bu cavabınız üçün. Həqiqətən də olduqca aydınladıcı oldu. Ədalətin önəmini biz daha dərindən başa düşdük. İndi isə sizə növbəti bir sualımı ünvanlayıram. Cinayət hüququnda illərdir dəyişikliklər, yeniliklər baş verir. Sizin bu yeniliklərə münasibətiniz necədir? Razılaşdığınız və ya razılaşmadığınız məqamlar varmı? Təbiidir ki, bu suala belə cavab verəcəm. Cəmiyyətimizdə zamanla müxtəlif dəyişikliklər baş verir. Və bu dəyişikliklər mütləq şəkildə labüd bir prosesdir. Bu dəyişikliklərin baş verməsi, bu dəyişikliklərin obyektiv və subyektiv səbəbləri vardır. Və bu dəyişikliklər mütləq cinayət qanunvericiliyinə də yan keçə bilməz. Çünki biz görürük ki, cinayət qanunvericiliyinin təkmilləşməsi istiqamətində müəyyən təkliflər, müəyyən konkret olaraq tövsiyələr verilməsi zərurəti yaranır. Bu nədə öz əksini tapa bilər? Bu onda öz əksini tapa bilər ki, biz artıq cinayət məcəlləmizdə təsbit edilmiş cinayət hüququ normalarının bəzən dəyişikliklərə, bəzən əlavələrə ehtiyac olmağını, zərurət olmağını görürük və düşünürük ki, məhz cinayət məsuliyyətinin və cəzanın diferensiyasiyası məqsədi ilə bəli, belə bir dəyişikliklərin edilməsi zəruridir. Bəzən də olur ki, müxtəlif konkret yeni bir cinayət hüququ normaları, hansı ki, cinayət məsuliyyətini müəyyən edir, cəzanı nəzərdə tutan yeni bir cinayət hüququ normalarını məcəlləyə daxil edirik. Buna biz deyirik ki, əməllərin kriminallaşdırılması. Bəzən də görürük ki, ümumiyyətlə hər hansı bir əməl artıq ictimai təhlükəliyinə, xarakterinə, ictimai təhlükə dərəcəsinə görə belə deyək də, əməl sayılmamalıdır. Çünki o ictimai təhlükəlik xüsusiyyətini itirib və biz həmin o normanı və ya normaları cinayət məcəlləmizdən çıxarılmaq məcburiyyətində qalırıq. Bu prosesə də biz dekriminallaşma deyirik, yəni əməllərin dekriminallaşması. İndi bizim üzərimizə bu zaman hansı öhdəliklər düşür, hansı belə deyək də vəzifələr düşür? Biz bir elm işçisi kimi, bir nəzəriyyatçı kimi, təbii ki, müxtəlif qanunvericiliyimizin, cinayət qanunvericiliyimizin təkmilləşməsi istiqamətində rəylər veririk, təkliflər veririk, tövsiyələr veririk. Məsələn, mən dəfələrlə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi, Azərbaycan Respublikası Ali Məhkəməsi plenum qərarlarında ekspert qismində çıxış etmişəm və müxtəlif rəylər vermişəm və çox sevinirəm ki, mənim rəylərim, tövsiyələrim, təkliflərim hüquq yaradıcılığı ilə məşğul olan ali qanunverici orqan Milli Məclis tərəfindən qanunları qəbul edərkən nəzərə alınıb və sonradan həmin bu normalar artıq hüququn tətbiqi ilə bağlı olan fəaliyyətlə məşğul olan məhkəmələr tərəfindən düzgün belə deyək də tətbiq edilməsində çox faydalı olub və bu da məni çox sevindirir. Bəli, siz çox haqlısınız ki, mən də bir hüquq tələbəsi olaraq illərdir bu dəyişikliklərə əslində şahid oluram artıq və bu cəmiyyətin dəyişməsindən irəli gəlir. Buna görə də artıq zəruridir. Tamamilə düz. Zəruri bir obyektiv belə deyək də labüd bir prosesdir. Bəli. İndi isə növbəti bir sualımızı ünvanlayırıq. Tələbələrlə işləyərkən sizə ən çox sevindirən hallar hansıdır? Hal-hazırda məsələn tələbələrinizdə nə gördükdə bu sizi çox sevindirir? Aha,
Bu sualı belə cavablandıraram. Əslində bir müəllim olaraq, bəli, mən müstəqil tədris fənni sahəsi cinayət hüququnu tədris edirəm və tədris edilmə prosesində düşünürəm ki, bütün tələbələrimizə belə bir cinayət hüquq institutlar haqqında, müxtəlif təbii ki, cinayət hüquq institutları haqqında cinayət hüquq biliklərinin formalaşmasını təmin edim. Yəni bu mənim əsas məqsədimdir. Bəli, məs əsas məqsədim müxtəlif tələbələrimizə, çünki tələbələrimiz bilirsiniz ki, müxtəlif olur və mən istəyirəm ki, hər bir tələbəyə həm ayrı-ayrılıqda, həm də bütöv şəkildə müxtəlif cinayət hüquq institutları haqqında cinayət hüquq biliklərinin formalaşmasını təmin edim. Amma bunu necə edəndə sevinirəm, təbii ki. Çünki mühazirəli şəklində bəli, mən mühazirələrimi söyləyirəm və görəndə ki, tələbələr artıq o aldığı nəzəri bilikləri təcrübədə tətbiq edə bilirlər və bu tətbiq edilmə prosesində ümumiyyətlə təhlil etmək bacarıqları artıq onlarda müstəqil şəkildə formalaşıb, bu təbii ki, məni çox sevindirir. Bəli, bir tələbə olaraq demək istəyirəm ki, bu eyni zamanda məni də sevindirən bir haldır ki, müəllimin öyrətdiklərini artıq tətbiq edə bilirəm. Bəli, tamamilə düz. Yəni sırf nəzəri biliklər kimi qalmasın da, onları biz təcrübədə tətbiq edə bilək və nəinki tətbiq edə bilək, hətta o prosesləri hüquqi təhlilini etmək bacarığı bizdə formalaşsın. Bax bu prosesi görəndə məni bəli, bu çox sevindirir. Yəni biz belə deyək də, dediyimiz, söylədiyimiz auditoriyalarda olan mühazirələrimiz hədər olmadı. Bəli, çox düzgün qeyd etdiniz. İndi sizə növbəti bir sualımı ünvanlayıram. Biz xəbərdarıq ki, siz bir sıra elmi dərsliklərin, elmi əsərlərin müəllifisiniz. Bəs bu müəllifi olduğunuz əsərlər, dərsliklər barədə bizə məlumat vermək istəyirsiniz? Bəli, söylədim ki, 1995-ci ildən 2025-ci ilə qədər artıq 30 ildir ki, mən elmi pedaqoji fəaliyyətlə məşğulam. Təbiidir ki, bu zamanlar bizə hər hansı bir elmi məqalələrin, elmi tezislərin, dərsliklərin, dərs vəsaitlərinin, monoqrafiyaların yazılması üçün müəyyən qədər vaxt verilir. Və mənim də müəllifim olduğum, bəli, demək olar ki, 75-dən çox elmi məqaləmin, artıq dərc olunmuş elmi məqalələrin, 25-dən çox elmi tezislərin, 2 dərsliyimin, 2 dərs vəsaitimin, hətta 2 monoqrafiyanın müəllifiyəm, bəli. Bəs bu elmi mənə çox maraqlıdır ki, bu elmi əsərləri yazarkən necə bir prosesdən keçmisiniz? Bunlar necə? Proses bilirsiniz necə? Təbii ki, proses özü mürəkkəb bir prosesdir. Çünki ilk öncə biz aktual olan hər hansı bir mövzuya bir növ yanaşmamızı düzgün istiqamətləndirməliyik. Doğrudanmı həmin o mövzu cəmiyyət üçün aktualdır? Yəni sırf öz sahəmdən danışıram, cinayət hüququ sahəsindən. Aktuallığını biz mütləq orada təsbit etməliyik. Sonra biz ümumiyyətlə cinayət qanunvericinin təkmilləşməsi istiqamətində hansı təklifləri verəcəyik? Yəni bu verdiyimiz təkliflər, verdiyimiz tövsiyələr sonradan artıq məhkəmə orqanları tərəfindən düzgün tətbiq edilməsində bir fayda olacaqmı, yoxsa olmayacaqmı? Burada təbii ki, nəzəri biliklərimizlə biz artıq təcrübədə olan, daha çox istintaq məhkəmə təcrübəsində olan müəyyən problemli məsələlərə diqqət yetiririk. Və bunun tandemində, bəli, hər hansı bir nəzəri olan ədəbiyyatlara əsaslanırıq, müxtəlif müəlliflərin fikirlərinə əsaslanırıq. Ola bilər ki, o fikirlərdə biz hər hansı bir fikrinin müəllifin fikri ilə razılaşaq. Ola bilər ki, biz həmin o müəllifin fikri ilə razılaşmayaq. Yəni bir növ müxtəlif fikir ayrılıqları mövcud ola bilər və həmin o proses də bizi düşündürməyə də vadar edir. Düşünmüş şəkildə biz hər hansı bir məqaləni və ya hər hansı bir deyək ki, elmi tezisi, dərsliyi və ya deyək ki, monoqrafiyanı və ya dərs vəsaitini tərtib edirik. Çox sağ olun ətraflı açıqlamanız üçün. İndi sizə növbəti bir sualımı ünvanlamaq istəyirəm. Siz illərdir hüquq fakültəsində tələbələrə yeni biliklər qazandırırsınız, əvvəldə qeyd etdiyimiz kimi. Bəs sizin tələbələrdən öyrəndiyiniz yeni şeylər, təcrübələr olubmu? Mən əslində bilirsiniz necə, tələbələr təbii ki, müxtəlifdir, razılaşaq ki, tələbələrimiz müxtəlifdir. İlk öncə bunu demək istəyirəm ki, cavanlıq özü bir xoşbəxtlikdir, mən belə düşünürəm. Və tələbələrimdə olan o həyata sevgini görəndə, tələbələrimdə o pozitivliyi görəndə, daima deyərdim, yüksək əhval-ruhiyyədə olmalarını görəndə, bu məni daha da ruhlandırır. Bu mənə bir növ stimul verir ki, öz
biliklərimi daha çox bəlkə də artıqlaması ilə belə desəm, tələbələrimlə bölüşməyə belə bir zərurəti yaradır. Və mən də elə çalışdığımdan bəzi hallarda hətta artıq tələbələrim də deyir ki, mühazirə keçiririk. Məsələn, artıq belə deyək də digər dərs başlayıb, amma biz davam etdiririk. Çünki o mənada istəyirəm ki, daha dolğun, daha belə deyək də, hər tərəfli çatdırım ki, o materialı tələbələrimə. Çünki bilirsiniz ki, cinayət hüququnun informasiya yükü çox mürəkkəbdir, həm də çoxdur məzmununa münasibətdə. İstəyirəm ki, o dərəcədə çox çatdırım ki, çünki onlar da məni ruhlandırırlar bax belə bir istəkləri ilə, belə bir arzuları ilə və hətta dərs bitir, amma biz hələ davam etdiririk. Görürük ki, qapımız açılır, başqa uşaqlar daxil olur, amma biz hələ davam etdiririk. Yəni demək istəyirəm ki, tələbələrimdə olan o marağı, hansını ki biz onlarda yarata bilmişik, nə xoşbəxt bizə. Bəli, yəni bir mütəxəssis kimi tələbələrdə bu marağı yaratmaq əslində sizin üçün sevindirici bir haldır. Bəli, çox sevindirici haldır, tamamilə düz. İndi isə sizə tələbələrin də çox maraqlı olduğu bir mövzu haqqında sual vermək istəyirəm. Bildiyiniz kimi nəzəriyyə ilə praktika bəzən bir çox yerdə fərqlənə bilər və bunlardan əsas nümunələrdən biri də qəsdən adam öldürmə cinayətidir. Bəli. Siz buna necə nümunələr vermək istəyirsiniz? Bu fərqləndirməni necə bizə izah edə bilərsiniz? Tam olaraq fərqliliklər nələrdir? Bilirsinizmi, belə deyərdim də, təbiidir ki, qəsdən adam öldürmə cinayət əməli bizim üçün ictimai təhlükə dərəcəsi yüksək olan əməllərin sırasına daxildir. Niyə görə biz yüksək ictimai təhlükəli dərəcəsinin olması? Çünki ən yüksək dəyər insan həyatına qəsd edən bir dəyərdir. Elə Azərbaycan Respublikasının Konstitusiyasının 27-ci maddəsində necə təsbit edilib ki, hər bir şəxsin yaşamaq hüququ vardır, yaşamaq hüququ toxunulmazdır. O zaman da bəli, biz bu yüksək dəyərdən danışırıqsa, elə təbiidir ki, qanunvericiliyimiz də məhz elə qəsdən adam öldürmə cinayət əməllərinin cinayət hüququ mühafizəsi altına alıb qoruyur. Bu da düzgün bir təbii ki, yanaşmadır və təsadüfi deyil ki, elə Cinayət Məcəlləmizin 2-ci maddəsində, daha dəqiq desək 2.1-ci maddəsində orada cinayətlərin obyektlərinin dairəsi göstərilmişdir və demək olar ki, ilk yerlərdə elə insan və vətəndaşın hüquq və azadlıqları göstərilmişdir. Sonra gəlir cəmiyyətin maraqları, sonra gəlir dövlətin maraqları. Bu da düzgün bir yanaşmadır, düşünürəm. O ki, qaldı müəyyən mübahisəli məsələlərə, bəli, təbii ki, var mübahisəli məsələlər. Çoxdur bu mübahisəli məsələlər, amma mən bir neçəsinin üzərində dayanmaq istəyirəm. Məsələn, bizim 12 dekabr 2002-ci il tarixli plenum qərarımız var, qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında. Ali Məhkəməmizin plenum qərarı vardır, hansına ki, son demək olar ki, 20 dekabr 2024-cü ildə müəyyən dəyişikliklər də edildi. Və biz bu Ali Məhkəmənin plenum qərarına baxarkən müəyyən tövsiflə bağlı olan məsələlərə diqqət yetiririk. Məsələn, Cinayət Məcəlləmizin siz də bilirsiniz ki, ümumi və xüsusi normanın rəqabəti məsələsi vardır. Nə vaxt ki, biz ümumi normanın, xüsusi normanın rəqabətini görürüksə, o zaman deyirik xüsusi normanın xeyrinə tövsif aparılır. Bu məsələ ilə bağlı Cinayət Məcəlləmizin 17.4-cü maddəsində qanunverici düzgün yazır. Məsələn, deyək ki, sadə qəsdən adam öldürmədir. Amma bu sadə qəsdən adam öldürmə niyə sadə sayılır? Çünki burada ağırlaşıcı və yüngülləşici əlamətlər yoxdur. 120.1-də təsbit edilib. Amma biz bu 120.1 ilə, ümumi norma ilə, artıq xüsusi norma 120.2-də olan hər hansı bir ağırlaşıcı əlamətləri görürüksə, məsələn, 2 və ya daha çox şəxsin qəsdən öldürülməsini, bu artıq bizdə xüsusi norma kimi qiymətləndirilir. Məcəlləmizdə 122.7-ci maddəsində və biz buna deyirik ki, artıq xüsusi normanın xeyrinə tövsifimizi aparırıq və tərkibdə elə 122.7-ci maddənin əlamətlərini görürüksə, məhz ona münasibətdə tövsifimizi aparırıq. İndi mübahisə doğuran məsələlərdən birini deyəcəm sizə, 122.7-ci maddə ilə bağlı. Orada yazır ki, 2 və ya daha çox şəxsin qəsdən öldürülməsi. Vahid motiv, vahid məqsəd, vahid niyyətlə törədilmiş davam edən cinayətdir və biz də çox gözəl bilirik ki, əgər şəxsin vahid motiv, məqsəd, niyyəti hər iki, ən azı 2 deyirik də, indi qanunda yazır 2 və ya daha çox şəxs, ən azı 2 şəxsi qətlə yetirmək niyyəti vardırsa və bu vahid motiv, məqsəd, niyyət formalaşıbsa, deməli hər ikisini qətlə yetirməlidir ki, siz bu cinayətə başa çatmış cinayət kimi hüquqi qiymət verəsiniz. Çünki bizim Cinayət Məcəlləmizin 27-ci maddəsi, daha dəqiq desək 27.1 nə deyir? Hansı cinayət başa çatmışdır? O cinayət ki, bu cinayətdə cinayət tərkibinin bütün əlamətləri mövcud olsun. İndi biz görmədik bu mövcudluğun hamısını. Çünki niyyət 2-ni qətlə yetirməkdir. Amma birini qətlə yetirib, birini qətlə yetirə bilməyib. Məsələn, mən tələbələrə başa salanda da deyirəm, ola bilsin ki, hər ikisini bir yerdə olduğu məkanı bilirdim.
Amma gəldim, gördüm biri ordadır, onu qətlə yetirdim, digəri isə başqa bir məkandadır, başqa bir yerdədir. Gedib onu qətlə yetirmək artıq zaman tələb edəcəkdir. Amma mən edirəm də bunu, gedirəm ki, onu da qətlə yetirəm. O zaman vahid motiv məqsəd niyyət nə deyir bizə? Bir qayda olaraq eyni vaxtda olmalıdır bu əməllərin törədilməsi ki, biz tövsifi 100.2.7 ilə verək. Amma ola bilər müxtəlif zamanlarda, müxtəlif vaxtlarda olsun, kifayət etsin ki, bizim vahid motiv məqsəd niyyətimiz vardır. Məsələn, bu şəxsi mən bu məkanda, bu yerdə qətlə yetirdim, digərini isə müəyyən zaman olaraq 1-2 saatdan sonra və ya bir gündən sonra qətlə yetirdimsə, amma vahid motiv məqsəd niyyətim var idisə, fərqi yoxdur, eyni vaxt, müxtəlif vaxt da ola bilər. Yenə də siz tövsifi 100.2.7 ilə verəcəksiniz. Amma indi mübahisə doğuran məsələ nədir? Bir şəxsi qətlə yetirmişəm, digərini mənim iradəmdən asılı olan səbəblərə görə qətlə yetirə bilmədim. Bu zaman tövsif necə olmalıdır? Məsələn, Ali Məhkəməmizin plenum qərarının 11-ci bəndi deyir ki, bu zaman artıq ölmüş olan şəxsə münasibətdə siz verin başa çatmış cinayət kimi artıq tövsifi, məsələn, ya 120.1 ya da 120.2-nin hər hansı bir ağırlaşıcı əlaməti, amma başa çatmış cinayət kimi. Amma ölməyən şəxsə münasibətdə verin 29, 120.2.7. Yəni 2 və ya daha çox şəxsin qəsdən öldürülməsinə cəhd. Biz əslində istəmirik ki, bunu cinayətlərin məcmusuna çevirək. Niyə? Çünki burada bir əməldən gedir söhbət. Bu davam edən vahid motiv məqsəd niyyət olaraq bir cinayətdir. Və o zaman biz davam edən cinayət kimi adlandırırıqsa, niyə biz burada deməliyik ki, 2 tərkib olmalıdır, cinayət tərkibi. O zaman bizim tövsifimiz elə 29, 120.2.7-ci maddə ilə düşünürəm ki, aparılmalıdır. O da nəyə ehtiva edir? Məhz 2 və ya daha çox şəxsin qətlə yetirməsinə cəhd. Amma tələbələr hər zaman bu sualı da verirlər. Deyirlər ki, bəs yaxşı, əgər 4 nəfər şəxsi qətlə yetirmək niyyəti var idir həmin şəxsin. Amma onlardan yalnız 2-sini qətlə yetirib, 2-sini isə ola bilər ki, onu iradəsinin asılı olan səbəblərə görə qətlə yetirməyib. Bu zaman biz deyirik ki, elə başa çatmış cinayətdir. Niyə? Çünki qanunverici bizə elə formulədə, qanun müddəada nə yazıb? 2 və ya daha çox şəxs. O zaman 2 şəxsin, bəli, biz başa düşürük ki, bu davam edən cinayətdir, vahid motiv məqsəd niyyət 4 şəxsin ölümünə yönəlibdir. Biz bunu başa düşürük. Amma 2 şəxs varsa ən azı, bu başa çatmış cinayət kimi, qətl hadisəsi kimi məhz 120.2.7-ci maddəli tövsifə səbəb olmalıdır. O ki, qaldı o 2 nəfər şəxsin ki, biz qətlə yetirə bilmədik, hansı ki, bizim vahid motiv məqsəd niyyətimizlə əhatə olunmuşdur, onu təbii ki, cəza təyin edərkən nəzərə alırıq. Bəli. Amma bu 27.1-ə zidd deyil də, çünki hansı cinayət başa çatmışdır? O cinayət ki, burada cinayət tərkibinin bütün əlamətləri mövcuddur. Bəli. Bəs bu kimi ziddiyyətlərin gələcəkdə həll ediləcəyini düşünürsünüzmü? Bununla bağlı təkliflər varmı? Əslində biz təkliflərimizi veririk, Bənövşə xanım, bəli, biz veririk təkliflərimizi, amma indi həmin o təkliflərimizin bəlkə də nə vaxtsa öz əksini tapması olacaqdır. Çünki bilirsiniz ki, burada bir növ tövsifin verilməsi konkret olaraq şərhə izaha bağlıdır və biz şərhi izahı verməklə cinayət hüququ nəzəriyyəsinin müddəalarını demək istəyirik ki, unutmayaq da. Çünki cinayət hüququ nəzəriyyəsinin axı müddəaları tam fərqli olur. Orada yanaşma tam fərqli olur. Biz burada tərkib əlamətlərinə münasibətdə cinayətin obyektini, cinayətin obyektiv cəhətini, cinayətin subyektini və daha çox cinayətin subyektiv cəhətinin bütün olaraq həm ünsürlərin, həm də əlamətlərinin vəhdət şəklində təhlili aparılarkən tövsifimizi veririk. Və niyə görə biz deyirik ki, subyektiv təqsirləndirmə əsaslanmalıyıq, obyektiv təqsirləndirmə deyil. Nəticə nə qədər ağır olsa da belə, biz mütləq təqsiri orada müəyyən edib sübuta yetirməliyik. Yəni, yalnız təqsir müəyyən edib sübuta yetirəndən sonra biz artıq tövsifi dəqiq verə bilirik. Çox sağ olun bu məlumatları bizlə bölüşdüyünüz üçün. Buyurun. Bəs son olaraq tələbələrə ötürmək istədiyiniz bir mesaj varmı buradan onlara? Tələbələrə mən belə bir mesaj ötürə bilərdim ki, bəli, tələbələrimiz təbiidir ki, nəzəri bilikləri vardır. Yəni onlar oxuyurlar, daima öz üzərində çalışırlar. Mən istəyirəm ki, onlar sırf dərsliklərdən, sırf belə deyək də, dərs vəsaitlərdən məhdudlaşmasınlar. Onlar daha çox monoqrafik əsərləri, xüsusi ədəbiyyatları, hətta bəzi hallarda düşünürük ki, tək milli qanunvericiliyimizdə təsbit edilən yanaşmaları deyil, müqayisəli hüquqi təhlil aparsınlar. Yəni xarici dövlətin məhz bu norma ilə, hansı ki bizim milli qanunvericiliyimizdə təsbit edilib, məsələn cinayət məcəlləmizdə Azərbaycan Respublikasının, həmin o normanı xarici dövlətlərin normaları ilə,
və ona oxşar normaları ilə bir növ müqayisəli hüquqi təhlil etsin. Biz demirik ki, mütləq ordakı olan o təcrübəni biz təbii ki, öz qanunvericimizə tətbiq edək. Amma ola bilər ki, müsbət olan hər hansı bir hal var. O müsbət olan halı niyə ki mənimsəməyək? Niyə ki biz öz qanunvericimizə daxil etməyək? Və elə bir hal da ola bilər ki, biz əslində xarici dövlətin qanunvericiliyində olan mövqeyi ilə razılaşmayaq. Bizim mövqeyimiz daha mükəmməldir, yəni bu sahədə. Amma müqayisəli hüquqi təhlil bunu göstərəcək də və düşünürük ki, tələbələr sırf kitablarda, dərsliklərdə, dərs vəsaitdə olan biliklərlə kifayətlənməməlidirlər. Onlar daha da çox öz üzərlərində çalışmalıdırlar. Yəni daima belə deyək də mütaliə etməlidirlər. Çox düz qeyd edirsiniz ki, müqayisəli təhlil aparmamız əslində bizim perspektivimizi genişləndirən bir şeydir. Mütləq. Çünki müqayisəli təhlil aparılmadan hər hansı bir mövzunun, bilirsiniz necə, ümumiyyətlə aktual olan mövzu kimi qiymətləndirilməsi, onu qanunvericiliyimizdə ümumiyyətlə bir cinayət tərkibi kimi təsbit edilməsini biz yalnız müqayisəli hüquqi təhlilə əsaslanaraq formalaşdıra bilərik, belə düşünürəm. Bəli, çox sağ olun o halda bizə vaxt ayırdığınız üçün, bu sualları cavablandırdığınız üçün çox təşəkkür edirik. Eyni zamanda demək istəyirəm ki, ümid edirəm ki, müsahibəmiz hər bir kəs üçün maraqlı keçdi. Növbəti müsahibələrdə görüşənədək çox sağ olun, hələlik. Sağ olun Bənövşə xanım. Mən də sizə minnətdarlığımı bildirirəm. Təşəkkür edirəm sizə.